tapıblar indi Flick'in simasında. Flick şeydə çamadanınız alın yığıb vağzalda gözləyir qatarı. Ha o desə hazır orada oturub. Birinci kim mesaj yazdı ora gedir. Yəni WhatsApp qrupu var. Yer başlarda durur. Hə kim boşluq yönləndirilir. Mən Milanı istəmirəm. Mən indi mən tərəfləməsin burada. Bu saat atmış dəqiqə qarşı. Sudya oyunu qurtarma yoxsa cross Cross gedəcək. gedəcək, Çox zor söhbət. Sağ rəqəsi, xoş gördüyünüz bu Qızıl Medianın təqdimatında Berqanın baş sponsorluğu ilə Avropa əhvalının sonuncu buraxılışı bu mövsüm üçün efirdədir. Qonaqlarımız yenə də həmişə Riyad AK, Qatti və Şahin AK, Davide Calabria bizimlə. Bugün sənə Davide Calabria'ya bənzətmək istəyirəm. Yaxşıdır. Kaldaraya Biz də bənzər. səni Kalabriyanın batısına bənzətirik. Bayısına. Malades. Deyir ki, indi kiməsə görə də, nəyəsə görə də, yəni deyirəm. Nəysə. Şey eləyək, sən bizi kimə bənzərdin bayaqları? Məndə də şey, bu Placido Domingo'dur. Mən Carrerasam, sən də Pavarotti'sən də. Yəni Pavarotti sağ budu, mən boydadır. Ay sağ ol. Ona görə sağ budlu kimlər var orada. İl ərzində qardaş, ay yarım içində 2 dəfə qovlanan məşqçi tanıyırsınız yoxsa yox? Yəni bu qədər Tutaq ki, qavaladıq deyir. Qavaladılar. Məncə işə götürüb bir də qavalayacaqlar. 3 elə hat-trick eləyə bilər. Hat-trick eləmək olar. Hat-trick ilk dəfə Çox olacaq. belə biabırçı, yəni belə Çox seriyoz yanaşırlar məsələyə. Barcelona'da ümumiyyətlə Qeyri-ciddi. Xaosdur bu dəqiqə. Kimədir? Mən bilməm, bax sizdə necədir? Mən elə gəlir ki, indi bu belə deyim də, harda ki bu Azərbaycanlıların hansısa bir şeyə birbaşa nəyisə var, orada iş yəni yaxşı getmir. Birbaşa dolayısı yoldan. Dolayısı yoldan, yəni ora ya ola bilər sosial şəbəkədə kimsə nəsə yazır, zatda suda. Yəni amma bir dənə çay verərsəndən elə getdilər çay axtarmağa. Həqiqətən. Məncə çox düz tapıblar indi Flick'in simasında. Flick şeydə çamadanınız alın yığıb vağzalda gözləyirdi qatarı. Ha o desə hazır orada oturub. Birinci kim mesaj yazdı ora gedirdi. Yo hazırdır. Prosta oturub kalsan. Gedir. Bron eləyir. Özü 8 dənə gol vurdu komandaya gedir, məşqçi olmaq üçün gəlib təzədən bu yana 7. Qəşəng beyin var idi, amma buralıq deyil, hə. Hər şey göründüyü kimidir, böyüdür. Ona görə o yaxşıdır, Bavariyadan danışır. Onların başı qaçıb. Vincent Kompany, Niyə də belə? Niyə Məncə Van Buteni gətirərsən, yəni day kompaniya. Van Bommeli gətirir. Van Bommeli to yaraşar. Allah Chorsim Demikelisi gətirir River Plate-dən oynayıb da, yəni kompaniya kimdir? Kompaniya Bu общем-də Hansi Flick'dən ən çox güldüyüm, hə sən danış. Yox, Hansi Flick'dən deyirəm, kompaniyadan, Xavidən danışdıq. Bir dənə öz müziklərdən də danışaq tez bazar. Thiago Motta qardaş, xeyirli olsun, mübarək idi. Hələ dəqiq deyil amma 99% dəqiqdir. Milanda da Fonseca ilk 8 tur Milan məşqçisi olacaq. 9-cu turda qolu yenə Piolin gətirəcək. Fonseca elə bil ki, indi Milanda ola bilsin. Bəlkə də alın deyə. Yəni uğurlu oldu. Pioli sözü kəsəm, gələndə Pioli gəldi yenə də. Yox, bu İbrahimovski gələnə kimi yenə də böyürüstəyir də komanda. Fonseca-da biraz belə şey var ki, vibe var. Sakki gələndə kim tanıyırdı? Yəni Sakkin özü gələndə də. Demirəm, Sakkin deyirəm də mən. Yəni Milanlıq deyildi də, yəni no-name bir şeydi o. İndi Fonseca-nın biz məşqçi kimi Mən demirəm, amma Fonseca bomba olacaq. Fonseca fail olduğunu da görmüşük də biz. Ümumiyyətlə bilirsiniz necə? Bax məndə Avropada bir dənə belə məşqçilər var. Elə bir ki, onlar hansısa bir barda oturur, eyni vibe ilə. Bax biri Fonseca'dır, biri Rudi Garcia'dır. Pochettino'dur mənə görə. Rudi Garcia vəbşi bir yəni onlar elə bir ki, bir yerdə takılırlar. Onlar elə bir kateqoriyanı alıblar, amma yəni alıblar da, yəni başa düşdün. O vaxtda deyir o hərbi bileti aldım, qoydum. Bu da eyni şeydir. Məncə onların hamısının bir dənə WhatsApp qrupu var. Bir dənə başlarında durur. Hə kim boşluq yönləndirirlər ora belə bizim maklerləri var, bir bəzi yer dəyişən adamlar var. O WhatsApp qrupunda da ən az yazanlar mən sizə deyim də, biri Inzaghi-dir. Yəni amma var qrupda. İşi var da. Oxuyur Aysol. Biri Liverani-dir, başa düşdün. Ballardini zadı var. O qrupda yəni yox, Inzaghi-nin bu işlə bağlı işi var. Yəni futbolla bağlı. Liverani ilə Ballardini. Orada mən sizə deyim də sonra. Liverani məsələn maşınla bağlı işləri var. Hə, Rooney o qrupdadır 100%. Sonra mən sizə deyim 1-1-də. Yəni çox adamlar var ki, məşqçilər. Kompaniya təzə qoşublar. Lampard da o qrupdadır. Yəni şəkil var. Wi-Fi-nin parolunu deyə dəyişmisiniz, görürsən. Gəlmir. Maresca gəlir şeyə, nədir adı? Chelsea. Kasada onlar da bir cür, yəni kontujadılar da. Onsa həyatda deyir İtalyan doğuldunsa, 2 dənə ya işin var. Aysa ya pizza bişirəcəksən, ya Chelsea-də işləyəcəksən. Yəni burada yəni o başqa variant olan mən. Amma Chelsea nə qədər güldüm ha, deyir, yeganə komanda girməklə çıxmağa Avroliqaya bir oldu.
Adam Yəni, Messi Romada elə olsun oldu da. da, Adam qardaş. City-ni niyə olsun? Ya Roma rəsmi getməmiş də bu rəsmi yəni Partiyada yerini tutmuş Romada da. elə Mən təbrik burada edirəm. Ramili alqışlayaq burada. Ramili bizə yox, mən baxacaq. Manchester. Ramili heç də öpürəm. Mən də alqışlayıram prosta. Alqışlayaq. Yəni ki, Çünki- Chelsea-lə məzələndiklərinə görə Bütün bu xəstə klubların bir dənə xüsusiyyəti var. Nə gündə olsunlar o. Ha, hərrib fırrib çıxırlar. bir dənə nəsə udmalılar da. Yəni bu özü Manchester United Avroliqa. özünkilərini də deyir də. İndi Yəni. 100%. O iş Milana aid deyil onsuz da. Yəni mən Milanı pis istəmirəm. Mən indi Juventus tərifləmək üçün burada iştirak Malades. edirəm. Prosta maraqlısı odur ki, yəni çox bomba oynadılar da, yəni City-yə qarşı. Yəni Guardiola səhv elədi. amma. Ten Hag'ın da deyir ki, oyundan sonra deyib ki, deyir mən qol asalar da nə dayala, deyir mən onsuz da işimə davam edib və kuboklar qazanmağa davam edəcəm. Oba. Ajax-a qayıtdı. Niqaplı. Ajax şey elədi. Görürsən? Nədir onu? Fişən zad. Farioli-ni. Fariyola. Fariol getdi Ajax-a, qəşəng, darfanlı. Nə bilim, O məncə yaxşı idi. Fariol yaxşı məşqçidir məncə. Nice çox qəşəng başlamış. Düzdür axırını qutara bilmədi amma. Özdəki deyəsən Diserpinin köməkçisi olub da vaxtı ikən. Dizerbi'nin bir dənə köməkçisi var, o da O da qaqaşımızdır. Asfarda bir yerdə oynayıblar. ay sağ ol, zor uşaq idi. Diserpi heç sənə getmədi hə? Deyir Chelsea-ilə son Chelsea-ilə bu dəqiqə 27 nəfər WhatsApp-da yazıblar. Birini seçəcəklər. Kimində bir Adam qarət. Maresca vardı. gəlib seçimdən. Yo Hə, Maresca tam onsuz da mən hiss edirdim o Casadena olsun ha verirlər oraya şey Leicesterdən də. Axı bir dənə kasada edən olmur axı. Yo indi yavaş-yavaş elə bir ki hazırlayırlar. İndi prosta maraqlı oldu ki, Deyirsə bu gedər Leicesterə də sən elə təzədən. yo Leicesterə getməz amma Təzədən deyək ki, yəni gedib onları da Dezerbi'nin yəni Məncə level atlama vaxtı deyə ucu bir seriyoz bir Benevento'dan klub. Benevento'dan keçdi Sassuolo'ya, düzdürmü? Amma Sonra Benevento da Beneventonu göndərdi B-yə. Hə. Keçdi Sassuolo. Sassuolo'ya, sonra Göndərə keçdi getdi. Şaxtara. indi Brighton. Yavaş-yavaş ən futbolda ən uğurlu nədir? Addım. Yəni sən birdən belə Şaxtyordan Bildim də Brightondan sonra ucu normalni. Brightondan sonra normal level up olmalıdır. Yəni Bayern Münhen, Man United. Bəlkə Bayern sağ də olsun. biz bilənmərik. Dezerbi gözləyir hansısa milli avrodan sonra bir avro olsun keçsin. Mən bilmirəm də hansı. İtaliya. Öz yığması bir O- adı. İtaliya millisi. Raspadori ilə Dəqiq. Ola bilər. gedən ola bilər. yığması Yığı bir adı var da. olacaq. O deyir o Florensin deyir şeyin lisenziyasını almıyor. Follow şu an alamıyor. Bu общем-də seriyada da mövsüm bitdi. Mövsümə damğasını vurdu Atalanta. Mən burada Atalanta Mən alqışlayıram. alqışlamıram. Roma Yo, mən axırıncı alqışlayıram. Neyse. Əsl Roma söhbət Xarakter oradan gedir. göstərdi. Xarakterdən Orada sonra ki, Polonya uduzmasaydı olmayacaqdı. futbol. Bax, Rusiyada da bu oldu. Axırıncı tur Krasnodarla Oldu. Dinamo oynayırdı. Zenitlə də Rostov oynayırdı. Orada elə bir ki, Krasnodara qələbə lazım idi. Qələbə qazandı və Zenitin xal itirməsi lazım idi. Krasnodar gördü ki, artıq Zenit çempiondur. Orada elə eləyə bilərdi ki, 2 dənə buraxsın ki, Dinamo olsun da misal üçün. Amma bu bəhsə-bəs girmədi. Düzdürmü? Eyni şeydə Atalanta. Atalanta 2 oyunçu Sən uduzmalı Romasan. idi. Sən belə çıxırsan, danışırsan ki, o Mourinho mənə qane eləməyən bir məşqçidir. Gətirirsən De Rossini qazı gəlmiş. Dybalası, Lukaku'su yerində. De Rossi onları gətirməz Qayıtmışdı. komandaya. 100%. Otur mübarizə. Atalanta özü hardan gəlib? Atalanta da Atalanta 8-ci yerdə idi. futbolun qayda qanununa riayət edən tək 3 komandalardan biridir. Gəldi qardaş, utdu öz oyununu. Dedi ki, mən istəmirəm. Mən da. oynadım gələn. Həm də Hələ ki, gələn İtaliya oyunda udacaqlar. açıq danışanda 10 dənə Üçüncü komanda yerə də üçüncü çıxa yerə. bilər. Normal mani. 9 dənə komanda niyə getmədi ki İtaliyadan? İstəyirəm getsin. Söz onda. Qoy deyil. 8-də getsin. Amma yəni olmaz da sən Roma sezon o boyda oyunçular almısan, belə sezon keçsən elə xalamla çempionlar Çempionlar liqası. düşmüşsən. Hə düzdür. Ya razıyam. Bax xoşuma O gəldi. biraz- Yəni Avropa. 9 10-cu ayda ilk dəfə səndən razıyam. Bir şeydə ki, bir də ki orada Lazio-da Romanın belinə minmişdi ya. Onu da unutma. Ya Ya, o boyda orada- Tudor gəlib 5 mənətli oyunçularla. Roma'da gördü ki, şeydi, ya da oyunu verdi Empoli'yə. Bir Empoli'da. Adana Spor. Nikola, yəni David Nikola hocamız Bir də- keçən Salernitana, bu il Empoli. Cannavaro da saxlaya bildi də. Udinese şeylədi. O saxlamadı. O Düzdür, Udinese o- özü saxladı. O Cannavaro kimi. Lorenzo Luccan yəni. Amma o Aparırlar o milliyə. Var adı sənə. Yox, Yox, yox. çox pis. ən babat bir şey o 2 dənə Paulo Fabio Cannavaro, Di Francesco'nun qucaqlama oldu. Di Francesco ağlayırdı oyundan sonra. Düzdür indi Frosinone də super futbol oynadı bu il. Hücumda Frozen çox super. qəşəng oynadı. Necə düşdü onu? Heç gözləmirdim. Müdafiə Müdafiə yoxdur da. Çox zəif idi. Okey, tamam. Üçümüz deyənsək, bəlkə də biraz az Milanda qol müdafiə buraxılır. var. Hadi yəni belə Özümüzü deyək. Okoli, Valeri, ondan zəif deyil. Valeri mən niyə göstərsən? O yaxşı, Solda Okori. sənsən də Valeri. Bu da Okolidir. Okoli. Bolingoli. Gedək. Hara gedir? Ay, müəllimlər sağollaşdılar heç danışmadı. Kimlə? Jiruza. Çox Tamam, belə, yəni baxdım oyuna, axıra kimi baxdım, gördüm ki, yox, belə adam Kövrəli. bir anlıq sən ki, bəlkə Pioli 27 qalsın. dəqiqə. Ağlıma belə giz-gizli yalar gəl. Amma Pioli Yəni- göstərdi ki, yəni nə qədər biz onu şey eləsək də 70 milli stadion hamısı
İtaliyada ümumiyyətlə elə şey çox belə Yox, mən birinci dəfə gördüm. Max Azic'lə yanaşmırlar. Trenerin getməyini, yəni elan etsən ki, səni çıxarıq işdən, amma gəl bir dənə prezentasiya Sənə verər. sağ ol. Elə Yox, şey yox, Allegri də oldu o Koppadan sonra. Axırıncı tur Aleksandro da oldu. Düzdür, gəldi Nedved'ə çatdı, istəmirdi çatsa, gol da vurdu. Yəni o ağlamaq İtaliyada biraz baxırsan ki, nə bilim, hansı postun altında sürüyürlər, amma axırıncı oynamışa hörmətlə, izzətlə. Axırıncı Məhəmmədimizə bir də ki, misal üçün bəzi Nəticə oyunçulardan verib sən bəzi oyunçulardan yox. baxır. Misal mən Jirudan gözləmirəm də ki, Milana belə şeylə yanaşsın da. 4 il oynayıb, yəni. 3 il cəmi oynayıb, düzdür? Yəni Bir uşaqlıq arzum idi oynamaq. daha nə bilim, Nə ola bilər? Hamı belə. təzə kluba keçən amma deyir. Sonra və Pioli gedəndə Ben Nasser zad gözünün yaşını tökürdü orada. Məsələn, Ben Nasseri adam elədi, Teonu zadı. Yəni okey Maldini gətirə bilər, Milanın amma özünü- Pioli onlar hamısını yəni o səviyyəyə. Düzdür. Ola bilər. Siz Pioli'dən əvvəl də Teo var idi, nə idi? Yəni Leo ondan eyni vaxtda gəldi. Leo qabaq var idi. O sezon var idi. Pioli sezonun ortası gəldi. Inter 4-2 söhbəti var idi. Hansı oyun idi yadımdadır. Leo top ayağına dəyirdi, elə bir ki şeydi. 15-lik taxtaya dəyib qaydada. Yəni belə bir şey idi. Həmin il idi. Mbappe də kuboku qaldırdı, sağollaşdı. Dedi ki, vaxtıdır da. atdılar, tutdular. 3 dəfə atdılar, 2 dəfə Mən tutdular. gördüyüm, mən keçən səfər Eminə deyirəm, Parisdə mən çox oyuncu görmüşəm, İbrasını tutmuş. Ən belə o Simeone göstərmişdi o. Oyuncu, yəni sol, yəni Marquinhos da rekord qırıb. Parisdə, Mbappedə hamı bilirdi ki, düzdür indi bir şey oldu mu Çempionlar Liqası. Biz təhlükə Mbappedə hər oyunda bu qolları vurdu. Öz stilində, yəni Normal da oynayır. normalında vururdu. Həmişə də yaxşı oynayır. Görə indi olur ya belə hadisələr ki, Parisdən ümumiyyətlə də bir komanda hansı oyunçu gedir, daha rahat futbol oynayırlar. Bir nəfər nasıl deyirlər amma Tutuzdurmayan da var. Misal üçün tutuzdura bilməyən də var. Düzdür. Çünki Real Paris deyirlər, Realda daha biraz Qayda qanun. zədələndi çezdi kanka. Yox Ya Hazard kimi, Kaka kimi. Hazard. Düzdür, elə oyunçular var. Okay. Leverkusen dublini elədi. Qaldırdı ikinci kubokunda, qızıl dubl elədi. Xahiş edirəm. Çaka çox zor gol vurdu. Golu gördünüz mü? Ümumiyyətlə o. Qocan bir şey. 15 milyon aldılar bu yana. Deyir ki, Leverkusen dubl elədi. Yəni ki, Atalantaya çatan, Atalanta hat-trick eləyib Lukman. Ova. Lukman 3 Biri də Qazaxıstan, biri Loğman adına biri yazmışdı. Sağ ol adaş. Adaş öpürəm. Amma Atalanta yox elədi. Yəni Leverkusen Bəli, yox eləmişdi konkret yox şəkildə. eləyir. Çox səhv eləyir. Leverkusen Sillər. 2 pasdan sonra avtozada Mən heyətə baxdım, 8 dənə müdafiəçi. Ay yox, Alejandro Grimaldo Grimaldo hücuma qoyub bu. Biraz Guardiola şeylər öz-özünü uduzdu. Fabregas sözü olmaz. biraz da Öz-özünü uduzdu. Mən Hasiyə biraz Hložek orada, Patrik Şik orada, sən Grimaldonun 9 nömrə. Borja Iglesias heç olmasa. O da yox idi. Hə, 3 dənə 9 nömrə var. Boniface Face-Sitting. Boniface də, o da oradaydı. Doğrudan nə 4 dənə hücumçusu. Amin adlı ilə Grimaldo 9 nömrə oynadılar. Çox möhtəşəm. Özə deyəsən ki, güclü oyunu var da növbəti. Yəni güclü. Orada Kazakıstan özdə ki, lazımsız. Amma meydana biraz çıxan kimi şok yaşadılar da. Lukman bir vuran kimi bunlar. Məncə 2-0-da hələ də fikirləşir də gəl satar. Qarabağ kimi bir şeydir satar. Amma qapıya hücum yox idi axı. Birinci time ümumiyyətlə qapıya zərbə yox idi. Hələ Çərtəncələ də vura bilərdi, vurmadı birini. Hə, nəsə. Özünü Yaxşı 27 milyona da getdi o. Hə, 27 milyon bəyəndilər axırı. Orada Atalantada 2 dənə bir-birinə oxşayan oyunçu var. Ketalardan Mirançuk. Mirançuk. Elə bir ki, hər oyundan qabaq bir-birlərinə danışırlar ki, bu oyunu mən 30 dəqiqə oynayacağam, 60 dəqiqə sonra oyna. Bizimlə sonra dəyişər. Sonra dəyişər idi. Amma onlarda bir dənə Cope Miners var. Qardaş, yenə də deyəndə conversion rate çox önəmli. Budur da yəni. Çox önəmli. Miners budur. Qapıya ondan da vurub 7 gol olur. Super oyunçudur. O Liverpool onu götürməsə KPD partladır da görür. Miners. Ederson, Paşalic. Zamindən gəldi. Statida. Skamakka misal üçün dirək kimi. Skamakka elə bil konfransda Adam Tony 30 yaşında belə şey oldular. Bu Ramilgildə. Skamakka ilə çempion ola bilərlər. İtaliya Avropa çempionatına Graziano Pelli. Avropa çempionatına gedir 2020-də. Dedim İtaliya çempionu olacaq, inanmırdılar uşaqlar, düzdür? Sonra dedim Argentina olacaq, inanmırdılar. Sən uzaq görənsən də. İkisini də demişəm. Sən nədə demişdin? Fenerbahçe nə olmadı? Deyəndə Nə deməmişdin? İtaliya 2026 Amerikada biraz oradan Baggio ruhu zad videolarla ki Amerikada penaltı adam. Spalletti ilə yox. Fərq eləmir orada trener kimi olsun. Skamakka kimi oyunçularla Qaysal
Raspadori, Çaka. Skamakka, Fərq eləmir. Lorenzo Fərq- Lucca. Allah istəyir orada bir seriya deydə, nə bilim, o şey zadı, nə bilim gətirsinlər. Bastoni, Ballar Balza benzin qardaş. zadı. Olar. Şey eləyək, nədir ona? Danimarkada son həftə çempionluq dəyişdi. Brondby-lə şeyin arasında. Nədir ona? Hə? Midtjylland çempion oldu. Gələn Çempionlar Liqasında yenə görəcəyik onu. Bir dənə də Gustav Isaksenlə satacaqlar kiməsə. Lazio. Gəlin belə eləyək. Mövzularımız qutardı. Çox qısa şəkildə Avropada mövsümün ən yaxşı heyətində deyək, sağollaşaq. 11-lik. Hə, ilk 11-lik. Amma üçümüz bir yerdə deyək. burada şeyi nəzərə almayaq. bir Da, bilsə nədir çox adı? dəqiq deyək. Burada şeyi nəzərə Çempionlar Liqasını, Avro Liqanı falan nəzərə almayaq. Sırf liqaları nəzərə Liqaları. alaq, çünki onunla bağlı sonra danışacağıq. Öz variantım deyim də. Qapıçıdan bax. Tibo kimdir? Martinez. Kim? Emiliano Martinez mən deyirəm. Aston Villa'da oynadı bu ilk oyununa görə. Hə, axırıncı oyuna görə də. Mən Zomer deyirəm, amma Ha, Zommer Mən qəşəng, də Zommer Zommerlə deyirəm. razıyam. Mən Hə, Zommer qəşəng. Deməli birinin yazdıq Zommer. Nə 4-4 çevirib, 4-3. Ürəyimiz nə istədiyin getsin. Gedək də Sağ bax- qıraq. tapa bilməsə Sən yaşda yaxşı. böysən sən Sağ sıxıldın. qıraq. Pozaş da görsək çoxdur, 4-4 çevirək. Sağ. Frimpong. Sağ Frimpong. Frimpong məncə də. məncə də. Bir mənalı. Orta biri Yoşkodur. Düz son oyun səfir edir, amma Yoşko bu Mən 2 dənə orta deyim də. Mən- Yoşko Guardiola Calafiori. Kalafiori. Mən Rüdiger istəmirəm. Kalafiori deyəcək. Çünki mən Çünki Rüdigerin Kalafiori super keçmişini mövsüm görmüşəm. keçdi. Hə? Rüdiger o deyil də. Kalafiori, Görsəndiyi kimi deyil. Rüdiger Çempionlar Liqasında yaxşı oynayıb da. Kalafiori, okey, mənim xoşuma gəlir Kalafiori. Sol. Left, Theo François Hernandez. Əslində Məncə o. Grimaldo demək olardı. Prosta Grimaldo Grimaldo çox qabağı. O 400 yaşda da məncə. Qarabağın oyunda attacking midfielder zad oynayırdı. Nə? Hə, Hə, attacking Bu midfielder. səfər düz Hə, qulaq. Bir dəqiqə deyəndə də, hə. Ryan Connor. Theo bu illəri 8 gol, 11 assist eləyib Theo Hernandez bildiyim qədərilə bütün çempionatlarda. Yox, 5 gol, 11 assist, sorry. Ən yaxın Di Marco'dur, o da 5 gol, 6 assist eləyib. Yəni çatmır da hələ ki, pis deyil. Davisi demirəm, çünki Davis yəni. Davisin başını bırax. Elə Nisiriyoz Orta adamlar. mən bir nəfər deyim də. Rodri. Rodri. Rodro heç o yerə Foden. alsın. Bir də istəyirəm Toni Kroos da o Toni Kroos simvolik, qəşəng. axırıncı ay sal məşqində. Palmer'lə Orada şey Foden. gördünüz oyunda plakat asmışdı qaqaş. Sudya oyunu qutarmı yoxsa cross Cross gedəcək. gedəcək. Çox zor söhbət. Palmer'lə Foden'i yaddan çıxartmayaq məncə. Mən Palmeri yaddan çıxarmaq istəyirəm. 20 dənə Palmer gol çox- vurdular. Çox Yox. gol vurdu. Yəni nə bilim mən Alan Smithlər Chelsea-də Yox, Bir dənə- 20 gol vuran yarım müdafiəçi məsələn Axırov Kolo Torres adı. Fransada zaten bir normal oyunçu çıxmadı da bu il. Fransadan çıxdı. Niyə bax Girasini demək olar. Adam ikinci yerə çıxıb şeydən sonra. Mən demək istəmirəm. Harry Kane-dən sonra Girasi demək olar, Girasini Mbappe demək olar. Ortadan yığırsa orta Kroos, tutardı. Rodri. Kroos, Rodri, hə. Foden. Niyə bu Interdən Çalhanoğlu super mövsüm keçdi. Bu ilə qəşəng oynadı. MVP də seçildi İtaliyada. Hə, bu il qəşəng oynadı. 3 dənə oradan seçdi, 3 dənə hücumçu qaldı. Üçdə Mən sola atardım Lautaro Martinez'i. Yəni Hadi Rodri, 4-3. Kroos, Hakan neçə oldu? Üç. 3. Foden'i seçmədi. Yox, Yox, seçməz. okey, Fodeni Foden qabağa atmaq olar. Amma bu il Premier Liqanın yaxşı oyunçusu seçib. Kısaca Foden Foden'i olmalıdır. hücumçu kimi aparıb şey? Hücumçu kimi, Yığmaya. hə. Atdıq right winger Right Foden. wing Foden. Left wing mən Lautaro Martinez'i deyirəm. Lautaro Mən biraz Martinez. danışacaqsa yox. Onda hücumçu Harry Kane də bu qızıl but çalıb da bu illər. Düz deşin olmuyor amma qızıl Mbappe but çalıb. şey oldu. Mbappe'si də qoçun ki Mbappe'nin yerini bağladı. Yo, Mbappe. Mbappe, şey Lautaro necə ola Martinez şey. Nədir o adı? Phil Foden. Çox belə gülməli deyil. Çox səslər. deyə. Bəlkə ikidən zasta bir-birini oynasınlar. Haaland var misal üçün Haaland var, deyilmə, deyilim yəni. Premier elə Liqada hər bilir ki, komandaya qol Vini vuran. var misal üçün. Real Madrid Ay, bir sağ ol. dənə cross demişdim. Real Madriddən 11 qoymaq olar. Biz bu heyəti sırf yəni belə deyim də. Özünüzü Ay xoşlayırsınız. sağ ol. Yəni çox da belə şey eləməyin. Okey. Aydın Aynen. məsələdir ki, Super. Qoyacağam Onda biz bir də sağollaşıq avqustda yenə də görüşəcəyik. Gənclər sağ olun. Bizlə sizinlə bir də avqust ayında liqalar başlayanda görüşəcəyik. Amma vaxta kimi çəkilişlərimiz olacaq. Avropa çempionatına görə bizi izləməyi unutmayın. Ciao.